Ritter Sport'un düz 5 fərqli, çox yerdə satışda olmayan şokolad plitkasını aldım. Əlbəttə ki, fərqli məhsulları hardan tapıram? Continental mağazasından. 20-yə yaxın çeşidi var idi, mən 5-ini seçdim. İlk olaraq limitka olan Smarties adlı şokoladla işbirliyi olan bu plitkanı sınadım. Drajellər ağızda xırçıldayırdı, şokoladın dadına isə söz ola bilməz. Çünki Ritter Sport süni boyalardan və konservantlardan istifadə etmir. Bu da Alman keyfiyyətinin əsas prinsipidir. Növbəti sınadığım kakaolu muz çeşidi oldu. Şokoladının dadı o qədər dadlı idi ki, südlü şokoladda çox bəyəndim. Amma ən bəyəndiyim məhz bu limonlu növü oldu. Ağ şokoladla limon bir-birinə necə yaraşır? Dəhşət dadlıdır. Bu arada heç bilirsiniz brendin adı niyə Ritter Sportdur? Çünki brend şokolad yaradanda elə hazırlamaq istəyirdilər ki, idman geyiminin cibinə rahat yerləşsin. Təsəvvür edin, idman hara, şokolad hara. Növbəti sınadığım nanəli növü oldu. After Eight şokoladına çox bənzəyir, amma deyərdim bu ondan da ləzzətlidir. Son olaraq isə ağ şokoladlı və biyan kökü ilə olan çeşidini sınadım. Biyan kökünün nə olduğunu bilmirsinizsə, lakritsa və yaxud da likriş sizə tanış gələ bilər. Düzünü desəm, həvəskarı olmasam da ağ şokolad ilə qarışmış çox xoşuma gəldi. Gözlədiyimdən daha ləzzətlidir. Hər birinin qiyməti 5-6 manat arası idi. Bəs sizin ən bəyəndiyiniz Ritter Sport növü hansıdır? Aşağıda mütləq qeyd edin. Sınamadığınız növləri isə Continental filiallarına yaxınlaşaraq əldə edə bilərsiniz.